Aylardır Asiya üzrə şirkətlər və rəsmi şəxslər, Prezident Trump'ın qlobal ticarətə dair sarsıdıcı planlarının özəyinə toxunan bir suala cavab verməsini gözləyirdilər. Alətlərdən və telefonlardan tutmuş divanlar və avtomobillərə qədər satın aldığımız demək olar ki, bütün məhsulların hissələri müxtəlif ölkələrdən gəldiyi halda, o, malların mənşəyini necə müəyyən edəcək? Cavab, Trump'ın bir çox dünya istehsal məhsullarının başlanğıc nöqtəsi kimi Çinin dominant rolunu azaltmaq hədəfinin mərkəzində dayanır. Asiya Cəmiyyəti Siyasət İnstitutunun baş vitse-prezidenti Wendy Cutler deyib, bu kifayət qədər diqqət çəkməyən, lakin ciddi nəticələri ola biləcək bir məsələdir. İnsanlar bunun texniki bir detal olduğuna özlərini inandırmağa çalışırlar, amma bir addım geri çəkiləndə hər şeyin bunun əsasında qurulacağını görərsiniz. Trump'ın sıxışdırmasından heç bir region Cənub-Şərqi Asiya qədər təsirlənməyəcək. Hər il milyardlarla dollar dəyərində xammal, maşın və hazır məhsullar Çindən Vyetnam, Tayland, Malayziya və regiondakı digər ölkələrə axır.